Allah Səmud qövmünə bir möcüzə göstərdi. Qaya yarıldı və içindən bir dişi dəvə çıxdı. Amma onlar bu möcüzə qarşısında səcdə etmək əvəzinə onu öldürməyə qərar verdilər. Hətta balasını belə bağışlamadılar. Bu qərar onları necə bir aqibətə aparacaqdı. Bismillahirrahmanirrahim. O möhtəşəm mənzərədə Səmud qövmü üçün böyük bir möcüzə baş verdi. Onlar Allahın Peyğəmbəri Salihi aleyhissalam qayadan bir dəvə çıxarması üçün imtihana çəkdilər. Amma sonda qayadan tələblərinə uyğun bir dəvə çıxdı. Onların bu meydan oxumasına, inadkarlığına və təkəbbürünə rəğmən Uca Allah tərəfindən onlara bir nişanə göstərildi. O qaya yarıldı və oradan əvvəllər bənzəri görülməmiş əzəmətdə və gözəllikdə böyük bir dişi dəvə çıxdı. Hər şey tam onların istədiyi kimi idi. Dəvə 10 aylıq boğazı idi. Uca Allah onların məhz onların təsvir etdiyi və müəyyənləşdirdiyi şəkildə üzə çıxardı. Azza və Cəll. İnna mursilun naqati fitneten lehum. Bu o deməkdir ki, biz dəvəni onlara göndərəcəyik. Lakin onlar üçün bir sınaq, imtihan olacaq. Dişi dəvə onların arasında gəzməyə başladı. Və insanlar heyrətə gəldilər. Möhtəşəm bir dəvə, necə də gözəldir, necə də əzəmətlidir. Bu mənzərəni gördükdən sonra Səmud qövmündən yalnız az bir qisim iman gətirdi. Lakin elita və əyanlar öz küfürlərində israr edərək insanlara xəbərdarlıq edir, onları iman gətirməkdən çəkindirir və hədələyirdilər. Salih sizi ofsunlayır, bu sehirdir, ona inanmayın. Rəhbərlər arasında Salif və Zuab adlı şəxslər var idi. O dövrdə küfrün zirvəsində olanlar məhz bu ikisi idi, Salif və Zuab. İnsanlar heyrət içində izlərkən dəvə gəzməyə davam edirdi. Biz bu dəvə ilə nə edəcəyik? Ona qarşı necə davranmalıyıq? Allahın Peyğəmbəri Salih onlara ehtiyatlı olmağı tövsiyə etdi. Bu dəvə adi bir dəvə deyil, Allahın dəvəsidir. Harada otlamaq və yemək istəyirsə ona toxunmayın. Bu Allahın dişi dəvəsidir. Haraya getsə ona yaxınlaşmaqdan, hətta toxunmaqdan belə çəkinin və ona zərər verməyin. Yaxşı birdən ona yaxınlaşsaq nə baş verər? Hadihi naqatullahi lakum ayah. Fədaruha. Ona dəyməyin. Fədaruha tə'kul fi ardillah. Allahın dəvəsi və Allahın torpağı, qoyun istədiyi kimi yesin. İcazə verin Allahın mülkündə sərbəst otlasın və ona heç bir pislik etməyin.